Bu evdə deyərdim ki, bəlkə də son çəkdiyim evlərdə ən çox relaks güşəsi olan bir villadır. Hər vaxtınız xeyirli olsun. Sizləri Mərdəkandan salamlayıram. Mərdəkanda məşhur Nərbəki restoranının qarşısında çox elit bir məhəllədən və gördüyünüz bu neoklasik gözəl bağ evi 11 sot torpaq sahəsinin üzərində zövqlə, səliqə ilə və belə bir incə elementlərlə inşa edilib. Mənim bu ev çox xoşuma gəldi və hətta sizə deyim ki, bugünkü gündə ən çox tələbat olunan layihələrdəndir. İndi sizlərlə birlikdə bir tur edərək bu gözəl villanın təqdimatını edəcəm. İlk öncə sizə bu bağ evinin həyətindən, yəni bütün istirahət zonalarını göstərmək istəyirəm. İndi hal-hazırda əyləşdiyim yay və qış mətbəxinin önündəki bir verandadır və burada nə yaxşıdır ki, dəyərli izləyicilər, burada bayaq vurguladığım kimi istirahət güşələri hədsiz dərəcədə çoxdur. Yəni ki, bu evdə inşallah bu evi alan yoldaşlar birdən-birə qonaqlıq etsələr, şad günlərini etsələr, inanın ki, səmimiyyətimə qonaqlar üçün hər bir yerdə istirahət üçün yer var. Beləliklə, həyətin girişindən başlayıram. Belə bir, bizdə burada parking zonamız var, üstü bağlı və nəzərinizə çatdırıram ki, burada iki qonşu üçün çox geniş bir parking zonası var və yanında da bizdə 7 sotda modern bir layihə var ki, bəzən ola bilər ki, dost, ki qardaş, ki qohum bir-birlərinə qonşu olmaq istəyərlər. Bu çox əla bir təklifdir. Deməli, parking zonamızdır. Keçirəm bizim burada olan barbekü zonamıza. Belə bir barbekümüzdür. Hətta samavar da burada hədiyyədir və indi hal-hazırda bu barbekülar çox dəbdədir. Hara istəyirsiniz, aparırsınız. İndi isə keçirəm yay və qış mətbəxinə. Mənim bu yay və qış mətbəxi çox xoşuma gəldi. Baxın, burada 10 nəfərlik masamız var. Belə bir divarda mebel panellərdir. Layihəmizə uyğun, neoklasik layihəyə uyğun elə bir neoklasik, belə bir gözəl bir mətbəximizdir. Və əlbəttə ki, daxilində özünə məxsus olan sanuzildir. Bura isti döşəmədən ibarətdir. İndi isə mən keçirəm evin önünə. Əlbəttə ki, bugünkü gündə bağ evlərini, eləcə də yaşayış evini, ümumiyyətlə, hovuzsuz belə evləri təsvir etmək çox çətindir. Və burada da memarı mən alqışlayıram. Çox gözəl, belə xüsusi dizaynerli bir ev ortaya çıxardıblar. Mənim hovuz çox xoşuma gəlir. Çünki bu hovuzlar aşma-daşma hovuzlardır. Qarşısında belə bir, özünün belə bir vannası var. Üstündəki olan bütün bu xəzan, nə düşdü, gedir ora. Fərqlidir, yəni tikintisi də. Yaşıl zonalarımız çoxdur və keçirəm evin qarşısına. Bu sütunlar bu binaya çox gözəllik verir, əzəmətli edir onu və neoklasik təmir deyərdim ki, heç zaman dəbdən düşmür, heç vaxt, necə deyərlər, dəbdən düşmür, hər zaman öz dəbini saxlayır. Çünki biz Avropada da baxanda, İtaliyada, İspaniyada bu layihələr hər zaman dəbdədir. Və burada gün vannası qəbul etmək üçün belə bir gözəl, çox səviyyəli deyərdim ki, lijankalarımızdır. Dövlət kommunikasiya xətlərindən qaz, işıq, su daimi də əlavə olaraq 10 tonluq rezervarı var burada. Və sizə mən bu verandalarımızı, teraslarımızı göstərmək istəyirəm ki, ola bilər kimlərsə fikirlərində bir dəyişiklik ola bilər. Buranı şüşədən bağlaya bilərsiniz, botanik bitkilərinizi yerləşdirə bilərsiniz və burada isti döşəmədəndir. Təsəvvür edin ki, evin qarşısında 4 bizim relaks güşəmiz var. 2 geniş eyvanımız və birinci mərtəbədə isə belə bir gözəl verandalarımız. Fərqli bir güllərdir ətrafda. Baxın, bura mətbəxdən birbaşa olaraq qəhvaltı etmək üçün, nahar etmək üçün çox gözəl ediblər və burada da isti döşəmədən ibarətdir ki, istəsəz siz buranı bağlaya bilərsiniz. Videomuzun dəqiqələri ola bilər uzansın. Sadəcə mən qısa bir video çəkmişdim. Bu video isə bizi adətən YouTube-dan izləyən izləyicilərimiz üçündür. Baxın, ətraflı, məlumatlı olun. Evə daxil olan kimi bizi belə bir gözəl, geniş bir hol qarşılayır. Ona dəhliz demək biraz çətindir. İnşallah alan yoldaşlar burada da bir yumuşaq mebellər, bir istirahət güşəsi yaradarlar. Və daxil olan kimi layihəmizin sağ istiqamətində bizdə mətbəxdir. Artıq mətbəx mebeli quraşdırılıb
və bayaqki sizə bəhs etdiyim mətbəxdən belə bir sürgülü sistemlərlə birbaşa olaraq verandaya çıxışdır və burada özəlliyi nədən ibarətdir ki, burada daxilində özünə məxsus olan belə bir camaşırxanamız var. İstilik sistemləri buradadır və evin arxasına çox rahatçılıqla çıxa bilərsiniz və burada da leylandır ağacları əkilib. İndi isə keçirəm qonaq otağına və bir daha deyirəm, bu evdə gözəl günlər keçirdəsiniz. Qonaq otağımız da çox fərqlidir, çünki qonaq otağımızı gözəlləşdirən onun qarşısındakı olan bu verandadır. Onu mən sizə xüsusən göstərəcəm. Baxın, görün necə bu gözəllik. Çox fərqli bir görüntüsü var. Biz də havanı seçmişik ki, burada çox fərqlidir. Zəhmət olmasa göstər. Ümumiyyətlə, hovuzun keramikasında çox xüsusən seçiblər. Evin fasadında traversin daşları ilə işləmələr, dekorativ suvaq, hər bir şey bir-birini tamamlayır. Və layihəmiz 350 kvadratdan ibarətdir. Birinci mərtəbədə belə bir yataq otağımız var. Birbaşa olaraq şam ağaclarını görür. Evin ümumi hamam otağını sizə göstərirəm birinci mərtəbənin. Beləliklə qalxırıq ikinci mərtəbəyə. Pləkanlar o Hind filmlərdəki kimi olan layihələri xatırladır. Çıraqlar da çox fərqlidir. Ev boşdur, sadə görünür. Siz bu evi alan yoldaşlar burada dəyişiklik etsə, yumuşaq mebellərdir, aksesuarlardır, şəkillərdir qoyulsa, inanın ki, tamam fərqli bir görüntü olacaq. İndi isə mən keçirəm bizim belə bir eyvanlı yataq otağına. Daxilində özünə məxsus olan hamam otağı var və nəzərinizə çatdırım ki, hamam otaqlarında da divar içi aksesuarlardan istifadə olunub. Çıxıram eyvana. Baxın, görün necə gözəl bir görüntüsü var və ətrafdakı bu gözəllik, baxın, qarşımızda nəlbəkidir və orada mərd məkan kompleksidir, çox səviyyəli və ətraf da burada demək olar ki, çox gözəl bağlarla əhatələnib və burada nəzərinizə çatdırım ki, torpağın sotu artıq 40 min manata gəlib çatır. Bəzi yerlərdə 40 min manatdan da üstündür. 35-40 min arasıdır. İndi isə keçirəm növbəti otaqlara. Videomuzun dəqiqələri uzanır. İnşallah baxarsınız, qiymət verərsiniz. Burada isə bizdə 2 yataq otağı var. Bu yataq otağının özünə məxsus olan kiçik bir fransız eyvanı var. Bayaq vurğuladığım kimi ətraf tam yaşayışdır. İkinci mərtəbəyə aid olan ümumi hamam otağıdır. Növbəti yataq otağını sizə göstərirəm. Və bütün yataq otaqlarımız çox işıqlıdır. Və sonda master yataq otağı. Bu yataq otağının daxilində özünə məxsus olan qardirob otağı da var. Onu da göstərəcəm sizə. Mənim bu yataq otağı çox xoşuma gəlir ki, bunun da eyvanında günün istənilən vaxtı gününüzü keçirdə bilərsiniz və mən istəyirəm ki, ilk öncə eyvana çıxmamışdan əvvəl sizə bu geniş qardirobu göstərim. Baxın, görün necə genişlik var burada və daxilində özünə məxsus olan hamam otağıdır və sonda sizə yataq otağına aid olan bu gözəl eyvanı göstərmək istəyirəm. Baxın, artıq bu yeni villada yeni sahibləri üçün sahibkar burada hətta ratamdan da mebel qoyub, hədiyyə. İnşallah əlimizdən gələn köməkliyi sizə etməyə hazırıq. Bağım Azın, Bağım Əmlakın izləyicilərinə, müştərilərinə bu bağ evində çox xüsusi bir endirim var. Start qiymətimiz 1.290.000 manatdır. Bir daha vurğulayıram, real alıcılara biz tərəfdən çox xüsusi bir endirim olacaq. Gəlin, canlı bu gözəlliyə baxın və inşallah bu evin sahibi olun. Özünüzə yaxşı baxın, görüşmək ümidi ilə.